Ondan sonra Laqit ibn Sabir radiyallahu anh'ın hədisi gəlir və bu hədisin mövzusu dəstəmazın qaydalarından bəzi qaydaların bəyanıdır. Bu hədisdə dəstəmazın vəsiflərindən bəzilərinin bəyanını bildirir. Laqit ibn Sabir radiyallahu anhu deyir ki, qala Rasulullah sallallahu aleyhi və səlləm əsbiğil vudu və xallil beynəl əsabi' və bəliq fil istinşaq illə ən təkuna saimə. Əxrəcəhu ərbəə və səhəhu İbn Xuzəymə və Əbi Davud fi rivayətin İzə təvəddə'tə fəmədmid. Buyurur ki, Laqid ibn Sabir radiyallahu anhu deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurdu. Dəstəmazı gözəlləşdir, barmaqlarının arasını aralayaraq ora su çatdır, burnuna su alarkən çox su al, yəni dərinə qədər su al, illə ən təkunə saimə, nə qədər ki oruc deyilsən. Nə qədər ki oruc deyilsən, burnuna su alan zaman çox su al. Bu hədisi Sünən kitablarında Sünən sahibləri rəvayət ediblər. Onlar da kimlərdir? Əbu Davud, Tirmizi, Nəsai və İbn Məcə rahiməhumullah. Biz əvvəlki dərslərimizdə götürmüşdük ki, İbn Həcər rahiməhullah Buluğul Məram kitabında Əxrəcəhul ərbəə deyəndə, yəni 4 nəfər rəvayət edib deyəndə hədisi, onlarda Sünən kitabları qəsd olunur. Onlar da Əbu Davud, Tirmizi, Nəsai və İbn Məcə qəsd olunur. Və həmçinin hədisi İbn Xuzəymə rahiməhullah səhihləşdirib və Əbu Davudun rivayətində də gəlib ki, dəstəmaz aldığın zaman ağzını yaxala. Hədisin ravisi Laqid ibn Sabira İbn Abdillah İbn-il Muntefiq. Ravisinin adı belədir. Hədisin ravisinin adı belədir. Və künyəsi Əbu Razin. Əbu Razin və yaxud da Əbu Ruzeyn. Məşhur sahabələrdəndir və Taif əhlindən olub. Taif əhlindən olub. Və Laqid radiyallahu anhudan oğlu Asim ibn Laqid bir çox hədislər rəvayət edib və həmçinin İbn Ömər radiyallahu anhu Laqid ibn Sabradan hədislər rəvayət edib və həmçinin Əmr ibn Avs və həmçinin başqa tabiinlər Laqid ibn Sabir radiyallahu anhudan hədislər rəvayət ediblər. Hədisdə gəldi ki, dəstəmazını gözəlləşdir və xallil beynəl əsabi', barmaqların arasını aralayaraq ora su çatdır. Xallil sözünün mənası, yəni təxlil ərəb dilində nə deməkdir? Təfriq asabi'il yədeyni və ricleyni fil vudu. Dəstəmaz alarkən əllərin və ayaqların barmaqlarının arasını aralamaq, yəni ora su çatdırmaq. Yəni burada qəsd nədir? Ədxilmə beynəl əsabi', yəni barmaqların arasına suyu çatdır. Və barmaqlar deyəndə də əlin və ayaqların barmaqları qəsd olunur. İbn Abbas radiyallahu anhumanın hədisinə görə. Buyurur ki, İzə təvəddə'tə fəxallil beynə əsabi'i yədeykə və ricleyk. İbn Abbas radiyallahu anhumanın hədisində gəlib ki, dəstəmaz aldığınız zaman əlinin və ayaqlarının barmaqlarının arasına su çatdır. Bu hədisi də Buxari rahimehullah həsən olduğunu deyib. Sonra hədisdə gəlir ki, və bəliq fil istinşaq. Buruna su alarkən çox su al. Yəni, ubzul əl-cühdə və istəqsi bi isalil mə ilə əqsəl ənf. Yəni, buruna su alarkən çalış su burunun tam içərisinə, axıra qədər çatsın. Sonra deyir ki, illə ən təkunə saimə, nə qədər ki oruc deyilsən. Yəni, oruc olduğun zaman isə belə etmə. Nəyə görə? Xəşyətə ən yənzilə şeyun minəl mə ilə həlqihi feyfattiruhu. Hətta, yəni su onun boğazına çatıb, onun orucunu pozmasın deyə. Onun orucunu pozmasın deyə. Deyir ki, burnuna su aldığın zaman çox su al, nə qədər ki oruc deyilsən. Yəni, oruc olduğu zaman insan burnuna suyu aldığı zaman ehtiyat etməlidir ki, hətta boğazına su getməsin. Və şeyx buyurur ki, Əl-hədithu dəlilun bi zahirihi alə vücubi təxlil əsabi və hədə qavl-məlikiyyə.
Hədisin zahiri onu bildirir ki, barmaqların arasına su çatdırmaq, barmaqları aralayaraq arasına su çatdırmaq vacibdir. Və bu da Məlikilərin rəyidir. Və cümhur alimlərin rəyinə görə isə barmaqların arasına suyu çatdırmaq vacib deyil, müstəhəbdir. Yəni, İzə vəsələl mə ilə mə beynəl əsabi fə illəm yasıl illə bittəxlil fəhvə vacibun ittifaqan. Yəni, ayaqları və yaxud da əlləri yuyarkən dəstəmazda su özü, yəni barmaqların arasına çatırsa, suyu ayağına tökdüyün zaman, ayağını yuduğun zaman su barmaqların arasına çatdırırsa, bu zaman barmaqların arasını aralayaraq suyu özün çatdırmağın müstəhəbdir. Əgər su özü özlüyündə barmaqların arasına çatırsa, yəni bu zaman barmaqların arasını aralayaraq barmağınla ora su etməyin müstəhəbdir. Amma deyir ki, təxlil etmədən, yəni barmaqların arasına suyu çatdırmadan, özün çatdırmadan, əgər su çatmırsa, bu zaman alimlər ittifaq edirlər ki, təxlil etmək, yəni barmaqların arasını aralayaraq ora suyu çatdırmaq vacibdir. Və doğru rəydə budur. Doğru rəydə budur. Və huvə ənəhu in təvaqqafə irsalul mə limə beynəl əsabi alə təxlil kəən yəkunəl mə'u qalilən fəttəxlilu vacib. Yəni, su azdırsa, ayağını yuduğun zaman su barmaqların arasına çatmırsa, bu zaman barmaqların arasına barmağınla suyu çatdırmağın vacibdir. Çünki Allah Teala yumağı əmr etmişdir. Və bu yumaq da, barmaqların arasında suyun çatması da təxlil olmadan, yəni aralayaraq suyu çatdırmadan ora su çatmırsa, o zaman vacib həyata keçmiş olmur. Və buna görə o vacibi həyata keçirməkdən ötürü təxlil etməyin özü də vacibdir. O qaydaya görə ki, وَمَا لَا يَتِمُّ الْوَاجِبُ إِلَّا بِهِ فَهُوَ vacib. Nə ki, vacib o olmadan tamamlanmır, onun özü də vacibdir. Yəni, ayağı yumaq, əli yumaq vacibdir, dəstəmaz alarkən. Və nə ki, bu vacib həyata keçmirsə, təxlil olmadan, o zaman təxlil də vacib olur. وإن كان الماء كثيرا بحيث يصل الماء إلى ما بين الأصابع بدون تخليل فهو مستحب وليس بواجب. والله أعلم. Və şeyh buyurur ki, əgər su çoxdursa və təxlil etmədən də su barmaqların arasına çatırsa, bu zaman barmaqların arasını təxlil etmək müstəhəbdir, vacib deyil. Ondan sonra şeyh buyurur ki, el-hadithu dəlilun alə istihbabil mübələğə fil istinşaq illə lis-saim fələysət müstəhəbbə. Deyir ki, buruna su alarkən çox şəkildə suyu almaq müstəhəbdir. Bunda mübələğə etmək müstəhəbdir. Yalnız oruc olandan başqa. Oruc olan insana bu müstəhəb deyil. Hətta oruc olan insan belə etmir ki, hətta onun boğazına su çataraq onun orucunu pozmasın deyə. İbn-i Hüseymin rahimehullah bu hədisin faydaları haqqında buyurur ki, Qaidatun şər'iyyətun və hiyə səddu zərai əl-musilə ilə mə yunhə anhu. Və deyir ki, bu hədisdə şər'i qayda var. O da nədir? Qadağan olunan şeylərin qarşısını almaq. Qadağan olunan şeylərin qarşısını almaq, yəni qadağan olunan şeylərə aparan şeyləri dəf etmək. Yəni qadağan olunan şey nədir? Oruclu ikən boğaza suyun çatması qadağandır. Və buruna şiddətli şəkildə su almaq buna aparıb çatdıra bilərsə, boğaza su çata bilərsə, bu zaman onun qarşısı alınır. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, buruna su aldığın zaman çox su al və nə qədər ki oruclu deyilsənsə, oruclu olduğun zaman bunu etmirsən. Ondan sonra faydalardan İbn-i Hüseymin rahimehullah buyurur ki, Hirsun Nebiyyi sallallahu aleyhi ve sellem ala ikmalil vudu ve ennehu la yenbəği ettehâvuna bihi. Peyğəmbər sallallahu aleyhi ve sellemin dəstəmazı kamilləşdirməkdə həris olması. Və belə ki, bu məsələdə, dəstəmaz məsələsində səhlənkarlıq etmək olmaz.
Ondan sonra faydalardan İbn Hüseyin rahimehullah buyurur ki meşru'iyetul mübalağa fil istinşaq illa iza kunta saima. Buruna su alarkən çox su almağın məşru olması, şəriətdə varid olması nə qədər ki oruc deyilsənsə. Ondan sonra faydalardan ennəs-saim la yasunnu lahu al-mübalağa fil istinşaq sawa'an kana sawmuhu naflan aw farda. Oruç tutan insan üçün şiddətli şəkildə buruna su alması sünnə deyil. Və bu oruc istər nafilə oruc olsun, istər fərz oruc olsun. Oruclarda fərqi yoxdur. İstər oruc, yəni nafilə oruc olsun, istər fərz oruc olsun. İnsan burnuna su alarkən şiddətli şəkildə oruc olduğu zaman almamalıdır ki, hətta qadağan olunan şey çatmasın. O da nədir? Boğaza suyun çatma ehtimalı var deyə. İxlasla.com saytı tərəfindən təqdim olundu.